Ukraynadakı Çernobil qadağan zonasındakı itlərdə mavi rəngli tük müşahidə edilib. Bu həm könüllüləri, həm də alimləri təəccübləndirib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, Çernobilin itləri adlı könüllü qrupun paylaşdığı videoda ən azı bir itin tüklərinin tamamilə mavi rəngə döndüyü görünür. Qrupun nümayəndələri bunun kimyəvi çirklənmədən qaynaqlana biləcəyini bildiriblər. Elm adamları isə hesab edirlər ki, bu itlər illərdir radiasiyaya məruz qaldıqları üçün müəyyən dərəcədə genetik uyğunlaşma göstərə bilərlər. ABŞ-nin Kolumbiya Universitetindən mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, Çernobil zonasında yaşayan itlər də radiasiya və zəhərli maddələrə qarşı müqavimətlə əlaqəli genetik dəyişikliklər yaranıb. Qeyd edək ki, bu itlər 1986-cı ildə baş vermiş Çernobil nüvə fəlakətindən sonra bölgədə qalan ev heyvanlarının nəsilləridir. Hazırda da həmin ərazidə normaldan 6 dəfə yüksək radiasiya səviyyəsi mövcuddur. Hüsniyyə Salmanova, Bugün TV.